Amerikada ərlə arvad qeyri-adi avtomobil qəzasına düşürlər. Qarşı tərəfdən gələn yük maşınından düşən metal boru onların avtomobilinin qabaq şüşəsini dəlib keçərək qadını öldürür. İlk baxışdan bu bədbəxt hadisə kimi görünürdü. Amma araşdırma aparan detektivlər bir sıra qəribə məqamlar üzə çıxarırlar. Onlar qadının əri tərəfindən öldürüldüyü qənaətinə gəlirlər. Sonradan müstəqil ekspertlər təkrar araşdırma aparırlar və bunun bədbəxt hadisə olduğunu bildirirlər. Haqlı olan kim idi? Detektivlər yoxsa müstəqil ekspertlər? Bu bədbəxt hadisə idi yoxsa qətil? Bütün bu suallara videoya baxdıqdan sonra cavab tapa biləcəksiniz. Hörmətli izləyicilər, kanalıma abunə olmaqla və zınqrov işarəsinə basmaqla yeni yüklənən videolardan anında xəbərdar ola bilərsiniz. 47 yaşlı Todd Kenthammer və 46 yaşlı Barbara Kenthammer ABŞ-ın Wisconsin ştatında yaşayırdılar. Onların Jessica adlı qızları və Jordan adlı oğulları vardı. Barbara məktəb yeməkxanasında işləyirdi. Todd isə alüminium bankalar istehsal edən zavodda çalışırdı. Bununla yanaşı onlar ev alqı-satqısı ilə məşğul olurdular. Todd'un başqa qazanc mənbəyi də vardı. O, avtomobillərin sınmış şüşələrini təzəsi ilə əvəz edirdi. 16 sentyabr 2016-cı il. Səhər saat 8:05 radələrində 911 xidmətinə telefon zəngi daxil olur. Danışan Todd idi. O çox həyəcanlı idi. Todd bildirir ki, həyat yoldaşı ilə birlikdə avtomobil qəzasına düşüb. Onun dediyinə görə, qarşı tərəfdən gələn yük maşınından düşən metal boru onun avtomobilinin qabaq şüşəsini dələrək arvadını yaralayıb. Polislər və həkimlər tezliklə hadisə yerinə gəlirlər. Barbara hoşsuz vəziyyətdə yolun kənarında uzanmışdı. Todd isə onun yanında yerə çökmüşdü. Todd'un üstü başı qan içində idi. Onun boynunda və sinəsində cırmaq izlərini xatırladan sıyrıntılar, əl barmaqlarının üzərində isə yaralar vardı. Yaralar daha çox sol əlin üzərində idi. Həkimlər qadına tibbi yardım göstərməyə başlayırlar. Polislər isə Todd'dan qəzanın necə baş verdiyini soruşurlar. Todd'un dediyinə görə, səhər təxminən saat 7:30-da arvadı ilə birlikdə avtomobilinə əyləşir və iş yoldaşı Justin'in evinə yollanır. Justin Todd'dan onun maşınının qabaq şüşəsini dəyişməsini xahiş etmişdi. Todd Justin'in maşınını götürüb evə qayıtmalı, Barbara isə onları məxsus avtomobillə işlədiyi məktəbə yollanmalı idi. Avtomobili Todd idarə edir, yanında əyləşmiş arvadı ilə söhbət edirdi. Birdən qarşıdan gələn yük maşınının arxasından metal boru düşür. Boru asfalta dəyərək sıçrayır. Sonra isə onların avtomobilinin ön şüşəsini dəlib keçir və önə doğru əyilmiş Barbaranın başının ensə nahiyəsinə dəyir. Todd yük maşınını belə təsvir edir. 2000-ci il buraxılışlı açıq platformalı, amma onun rəngini dəqiq deyə bilmir. Gah tünd göy, gah da tünd yaşıl olduğunu bildirir. Boru maşının şüşəsini sındırdıqdan sonra Todd özünü itirir. Avtomobili saxlamaq əvəzinə onu arxaya verir. Nəticədə maşın xəndəyə düşərək dayanır. Todd maşından düşür. Metal borunu çıxarıb otların üstünə atır. Sonra arvadını avtomobildən çıxarıb yerə uzadır. Barbara hoşunu itirmişdi. Todd bir neçə dəqiqə ərzində onu ayıltmağa çalışır. Amma bütün bunların faydasız olduğunu görüb 911-ə zəng edir. Todd'un əllərinin üstündə yaralar vardı. Bu yaralar daha çox sol əlin üzərində idi. Onlar necə yaranmışdı? Todd'un dediyinə görə o əvvəlcə borunu quş zənn etmişdi. Ola bilsin Todd instinktiv olaraq onu qovmaq üçün əlini böyük zərbə ilə şüşəyə vurmuş, bu da sıyrıntıların yaranmasına səbəb olmuşdu. Amma boru şüşəyə sağ tərəfdən dəymişdi və məntiqlə Todd sağ əlini zədələməli idi. Sol əli ilə isə sükanı tutmalı idi. Amma Todd solaxay deyildi. Todd'un boynunda cırmaq izlərini xatırladan sıyrıntılar vardı. Bu cür izlər onun sinəsində də müşahidə olunurdu. Todd həmin izləri işi ilə əlaqələndirir. Onların şüşə ilə işləyərkən yarandığını bildirir. Həkimlər Barbaranı xəstəxanaya çatdırırlar. Lakin aparılan bütün tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmur. Ertəsi gün Barbara xəstəxanada keçinir. Meyti yaran məhkəmə tibb eksperti qadının bədənində çoxlu sayda travma aşkar edir. Barbaranın kəllə sümükləri və burun çəpəri sınmışdı. Onun alnında 1, ensə nahiyəsində isə 3 kəsik izi vardı. Qadının bədəninin demək olar ki, bütün hissələrində qançır izləri görünürdü. Bütün bu zədələrin metal boru tərəfindən törədilməsi mümkün değildi.
Digər tərəfdən, müəyyən formaya malik olan boru bədəndə xüsusi zədələr törətməli idi. Amma Barbaranın bədənindəki travmaların heç biri görünüşcə borunun formasına uyğun gəlmirdi. Ekspert bunların yumruq zərbəsi nəticəsində yarandığı qənaətinə gəlir. Başın ensə nahiyəsindəki kəsikləri isə maşının arxa təkərinin diski üzərindəki çıxıntılara uyğun gəlirdi. Məhz həmin çıxıntıların üzərində Barbaranın qanı aşkar edilmişdi. Boyun nahiyəsində yerləşən üzüyə bənzər qığırda sınmışdı. Məhkəmə tibbi eksperti bunun əllə boğulma nəticəsində yarandığını bildirir. Bundan əlavə, Barbaranın 2 dırnağı sınmış, digər dırnaqlarının altında isə Todun DNT-si tapılmışdı. Ekspertin fikrincə, Tod əlləri ilə Barbaranı boğarkən, qadın ərindən yaxasını qurtarmaq üçün onu cırmaqlamışdı. Məhz bu səbəbdən Todun DNT-si qadının dırnaqlarının altında qalmışdı. Barbaranın dodaqlarının içəri səthində qanayan yara vardı. Ola bilsin bu yara Todun qışqırmaması üçün arvadının ağzını tıxaması nəticəsində yaranmışdı. Polislər müşahidə kameralarını yoxlayırlar və hadisə baş verən gün səhər saat 7:20-dən 8:30-a qədər həmin ərazidən keçən maşınları izləyirlər. Saat 7:57-də Todun avtomobilinin həmin ərazidən keçdiyi görünürdü. Amma Todun təsvir etdiyi yük maşını görə bilmirlər. Polislər Todun iş yoldaşı Justinlə əlaqə saxlayırlar. Justin bildirir ki, o Toddan maşının qabaq şüşəsinin dəyişməsini xahiş etməyib. Tod Justinin ev ünvanını belə bilmirdi. Bir həftədən sonra Todu polis idarəsinə çağırırlar. Tod çox həyəcanlı görünürdü. O bir çox suallara yadımda deyil, bilmirəm deyə cavab verirdi. Detektiv deyir ki, Justinlə əlaqə saxlayıblar və Justin Todun dediklərini inkar edib. Bunu eşidən Tod ifadəsini dəyişir və deyir ki, ondan bunu Justin deyil, Justinin dostu xahiş edib. Polislər sonra həmin şəxslə əlaqə saxlayırlar. Həmin adam da Toda belə bir xahişlə müraciət etmədiyini bildirir. Ola bilsin Tod Barbaranı evdə küt alətlə vurmuş, sonra da maşına qoyaraq yolun kənarına gətirib qəza görüntüsü yaratmışdı. Buna görə detektivlər Todu dindirdikləri zaman polislər onun evində axtarış aparırlar. Amma şübhəli heç nə tapa bilmirlər. 3 saat yarım davam edən dindirilmədən sonra polislər Todu evə buraxırlar. Hadisə həftənin 5-ci günü baş vermişdi. Həmin gün Barbara səhər saat 8-də işdə olmalı idi. Amma nədənsə bu nə Barbaranı, nə də Todu narahat etmişdi. Tod polisə ifadəsində bildirmişdi ki, 5-ci gün olduğu üçün Barbara 5-10 dəqiqə işə gecikə bilərdi. Amma bu öz təsdiqini tapmır. Məktəbdən bildirirlər ki, 5-ci gün digər günlərdən seçilmir və həmin gün Barbara səhər saat 8-də işdə olmalı idi. O çox punktual idi və heç vaxt işə gecikməzdi. Əgər doğrudan da o şəxsi işi ilə bağlı məktəbə gec gedəsi olsaydı, mütləq əvvəlcədən müdirinə zəng edib xəbər verərdi. Detektivlər Todun və Barbaranın telefon yazışmalarını, eləcə də etdikləri zəyləri araşdırırlar və müəyyən edirlər ki, həmin səhər Tod avtomobilini qonşusunun fermasının yanında saxlayıb. Qonşu başqa şəhərdə yaşayırdı və Toddan hərdən onun fermasına baxmasını xahiş etmişdi. Todla Barbara təxminən 20 dəqiqə həmin fermada ləngimişdilər. Bəzi suallar ortaya çıxırdı. Niyə görə Tod polisə fermaya getdiyini deməmişdi? Barbaranın işə gecikəcəyi niyə onları narahat etməmişdi? Tod fermaya Barbaranı məktəbə qoyduqdan sonra da baxa bilərdi. Həmin 20 dəqiqə ərzində fermada nə baş vermişdi? Detektivlər fermada axtarış aparırlar. Amma şübhəli heç nə tapa bilmirlər. Tezliklə bu hadisə ilə bağlı şahid ortaya çıxır. Həmin yoldan keçən bir sürücü səhər saat 8-də Todun avtomobilini yolun kənarında görür. O maşının sürətini azaldır və diqqətlə həmin tərəfə baxır. Şahidin dediyinə görə avtomobilin ön və sağ qapısı açıq idi. Amma nə maşının içində, nə də yanında heç kim yox idi. Digər tərəfdən avtomobilin qabaq şüşəsi sınmamışdı. Bəs həmin an Tod və Barbara harda idilər? Tutaq ki, Tod Barbaranı otluğa uzadıb tibbi yardım göstərirdi və bu səbəbdən şahid onları görməmişdi. Bəs niyə görə şahid panika içində olan Todun qışqırığını eşitməmişdi? Bəlkə Tod həmin an kimsənin onu görməsini istəməmişdi və maşının yaxınlaşdığını görüb gizlənmişdi. Polislər eksperiment aparırlar. Onlar hərəkətdə olan yük maşınından dəfələrlə metal boru atırlar. Amma bircə dəfə də olsun yolun kənarında dayanmış avtomobilin qabaq şüşəsini hədəf ala bilmirlər. Asfalta düşən boru maşının şüşəsinə dəymək üçün lazımi yüksəkliyə sıçramırdı. Əgər şüşə avtomobil hərəkətdə olduğu zaman sınsaydı, o zaman qırıntılar Barbaranın üzərində, eləcə də onun yanındakı qapının içəri səthində olan cibdə də olmalı idi.
Barbaranın əyləşdiyi oturacağın üzərində isə qırıntılar olmamalı idi. Amma maşının içindəki görüntülər tamamilə fərqli idi. Belə ki, oturacağın yanındakı qapının cibində şüşə qırıntıları yox idi. Demək ki, şüşə sınananda maşın dayanmışdı və qapısı açıq idi. Digər tərəfdən, Barbaranın üzərində şüşə qırıntıları yox idi. Onun əyləşdiyi oturacağın üzəri isə şüşə parçaları ilə dolu idi. Bu da onu göstərirdi ki, şüşə sınan zaman Barbara maşının içində deyildi. Qəribə məqamlardan biri də hadisə yerində tapılan qan izləri idi. Qan olması lazım olan yerdə deyil, tamamilə başqa yerdə tapılır. Belə ki, borunun ucunda Barbaranın qanı yox idi. Halbuki olması labüd idi. Bundan əlavə, Barbaranın ənsə nahiyəsindən qan axırdı. Müvafiq olaraq onun əyləşdiyi oturacağın baş hissəsi qana bulaşmalı idi. Amma orada heç bir qan izi yox idi. Qadının qanı avtomobilin arxa təkərində, daha dəqiq desək, şinin və diskin üzərində, həmçinin təkərin yanındakı otların üstündə aşkar olunur. Kriminalistlər avtomobilin bagajında tapılan torpaq hissəciklərini borunun üzərindəki torpaqla müqayisə edirlər. Onlar eyni idi. Belə çıxırdı ki, boru yük maşından düşməmişdi. Elə əvvəldən Todun avtomobilinin bagajında idi. 3 aydan sonra polislər Todu həbs edirlər. Məhkəmə 2017-ci ilin dekabrında başlayır. Prokuror Todun ifadəsində ziddiyyətin olduğunu bildirir. Tod əvvəl Jessinin, sonra isə başqasının maşınının şüşəsini dəyişəcəyini bildirmişdi. O məhkəmədə həmin gün həyəcanlı olduğunu və bəzi məqamları unutduğunu bildirir. O ifadəsini 3-cü dəfə dəyişir və deyir ki, hadisə baş verən səhər Jared adlı tanışı ilə görüşüb, onun maşınının şüşəsini dəyişəcəkdi. Jared məhkəmədə çıxış edir və bildirir ki, heç vaxt Toddan maşınının şüşəsini dəyişməsini xahiş etməyib. Əgər Tod Barbaranı doğrudan da öldürmüşdüsə, o zaman qətlin motivi nə idi? Xəyanət? Barbara heç vaxt ərinə xəyanət etməmişdi. Todun da məşuqəsi yox idi. Maddi maraq? Barbaranın həyatı sığortalanmamışdı. Onu öldürməklə Tod heç bir maddi gəlir əldə etməyəcəkdi. Bəlkə ərlə arvad mübahisə edərkən Tod bir anlıq özündən çıxmış və affekt vəziyyətində Barbaranı öldürmüşdü. Övladlarının, qohumların və dost tanışların dediyinə görə Tod və Barbara ideal cütlük idi. Onlar 25 il idi ki, evli idilər və bir-birlərini çox sevirdilər. Hadisədən bir ay əvvəl Barbara və Tod evliliklərinin 25 illiyini təntənəli şəkildə qeyd etmişdilər. Onlar heç vaxt mübahisə etməzdilər. Övladları nə vaxtsa atalarının analarına qışqırdığını, ona əl qaldırdığını görməmişdilər. Barbaranın valideynləri belə kürəkənlərinin onların qızlarını öldürə biləcəyinə inanmırdılar. Todun bu cür mürəkkəb qətl planı qurması, özü də bunu şahidlərin görə biləcəyi yerdə etməsi çox qəribə və riskli idi. O, arvadını daha rahat yolla, evindəki tüfəklə öldürə bilərdi. 9 saatlıq məşvərətdən sonra 12 nəfərdən ibarət olan münsif heyəti qərarını açıqlayır. Onlar Todu həyat yoldaşının ölümündə təqsirli bilirlər. Tod ömürlük azadlıqdan məhrum edilir. O ancaq 30 ildən sonra, vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edə bilər. 2021-ci ildə Todun işinə yenidən baxılır. Bu dəfə onu başqa vəkil təmsil edirdi. Məhkəmə zalına Şakutis adlı patoloq anatom dəvət olunur. Şaku meyitin yarılmasının nəticələrinə dair rəylə, eləcə də cəsədin fotoşəkilləri ilə tanış olur. O, əvvəlki ekspertin gəldiyi nəticə ilə razılaşmır. Şaku Barbaranın bədənində onun yumruqla döyülməsinə dəlalət edən əlamətlərin olmadığını bildirir. O, həmçinin qeyd edir ki, insan əllə boğularaq öldürüldükdə adətən onun dilaltı sümüyü sınır. Barbaranın isə dilaltı sümüyü deyil, boyun nahiyəsində yerləşən üzüyə bənzər qığırdağı sınmışdı. O zaman bu necə baş vermişdi? Avtomobilin içində termos tapılmışdı. Ola bilsin Barbara termosu dizlərinin üstünə qoymuşdu. Qəza baş verən anda o başını qorumaq üçün cəld aşağı əymiş, nəticədə termos onun boğazını zədələmişdi. Belə vəziyyətdə borunun ucu onun ənsəsinə dəymişdi. Bu versiya həmin nahiyədə olan 3 kəsik izini izah edirdi. Ekspertin fikrincə, Barbaranın bədənində olan bəzi travma izləri onun orqanlarının donorluq məqsədi ilə çıxarılması zamanı yaranmışdı. Belə ki, meyit ölüm baş verən gün deyil, ondan 4 gün sonra, daxili orqanlar çıxarıldıqdan sonra yarılmışdı. Ən çox mübahisə doğuran dəlillərdən biri avtomobilin ön şüşəsinin üstündəki sınıqlar idi. Şüşənin üzərində 2 ədəd zədə vardı. Belə çıxırdı ki, boru şüşəyə 2 dəfə dəymişdi. Bu isə borunun yük maşınından təsadüfən düşməsi nəticəsində yarana bilməzdi. Todun vəkili Mark Mishulam adlı müstəqil ekspertə müraciət edir. Mark şüşə üzrə tanınmış mütəxəssis idi.
O qabaq şüşənin üzərində 2 deyil, 3 sınıq izi aşkar edir. Onun fikrincə birinci sınıq Todun yumruğu ilə şüşəyə zərbə vurması nəticəsində yaranmışdı. İkinci sınıq yük maşınından düşən borunun şüşəni dəlib keçməsi nəticəsində əmələ gəlmişdi. Üçüncü sınıq isə zəif seçilirdi və onu yalnız diqqətlə baxdıqda görmək olardı. Ekspert belə hesab edir ki, üçüncü sınıq Tod borunu çıxardarkən yaranmışdı. Bir sözlə Mark Todun doğru danışdığını düşünürdü. Amma prokurorun dəvət etdiyi digər ekspert Markın gəldiyi nəticə ilə razılaşmır. Onun fikrincə, Tod bədbəxt hadisə görüntüsü yaratmaq məqsədi ilə hər iki sınığı qəsdən törətmişdi. Birinci cəhdində şüşəni deşməyə alınmadığı üçün Tod ikinci zərbəni endirmişdi. Müdafiə tərəfi daha bir ekspertə, Jeffrey Loftus adlı psixoloqa müraciət edir. Jeffrey insan yaddaşı üzrə tanınmış mütəxəssis idi. O, Todun hadisə ilə bağlı bir-birindən fərqli versiyalar danışmasını güclü stres nəticəsində yaddaşının pozulması ilə izah edir. Bu hadisədə ən mübahisəli məqamlardan biri də metal boru idi. Müstəqil ekspertlər hərəkətdə olan yük maşınından boru atırlar. Nəticədə məlum olur ki, boru asfalta dəyib lazımi yüksəkliyə sıçraya və oradan keçən mini avtomobilinin ön şüşəsini sındıra bilər. Halbuki ilkin eksperiment zamanı polislər fərqli nəticə əldə etmişdilər. Bu cür hallar dünyanın hər yerində mütəmadi olaraq baş verir. Yük maşınından düşən boruların minik avtomobillərinin ön şüşələrini sındırması əks olunmuş çoxlu sayda videolar var. 2022-ci ilin mayında keçirilən yekun məhkəmədə hakim əvvəlki qərarı qüvvədə saxlayır. Tod həbsdə qalmaqda davam edir. Bu hadisə barədə siz nə düşünürsünüz? Tod Barbaranı öldürmüşdü yoxsa yox? Bu bədbəxt hadisə idi yoxsa qətl?